Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah əziz dostlar. Hər vaxtınız xeyir olsun. Tövhidin növlərini araşdırırdıq. Biz dedik ki, filosoflara görə tövhid 3 qismə bölünür. Birinci qismi zatda tövhiddir, ikinci qismi sifətdə tövhiddir, üçüncü qismi də feildə tövhiddir. Biz feildə tövhidə keçməzdən öncə bir-iki dənə hədis oxuyaq sifətlərdə tövhid barəsində. Məna da etdik. Yəni, bu sifətləri ki, Allah Təbarək və Teala'ya nisbət veririk, Allah Təbarək və Teala'dan ayrı bir şey deyil. Allah Təbarək və Teala'nın zatı ayrı olsun, sonradan əlavə olunsun, xeyr. Allahın zatı elmdir, Allahın zatı qüdrətdir, Allahın zatı həyatdır və digər sifətlər, Allahın zatı kəlamdır. Bu, öz yerində. Hədislərimiz də var, bu məsələyə işarə edir ki, Allahın sifətləri zatından ayrı deyil. Məsələn, bu hədislərə baxaq. İmam Sadiq əleyhissalam buyurur ki, Ləm yəzəlillahu əzzə və cəl Rabbənə vəl-ilmu zatuhu. Bizim Rəbbimiz, Allah Təbarək və Teala, həmişə olub vəl-ilmu zatuhu ki, elm onun zatı olub. Amma vəla məlumə, heç bir məlum da olmayıb ortada. Yəni nə? Yəni, belə deyil ki, Allah Təbarək və Teala xəlq edəndən sonra alim olsun. Xəlq etməzdən öncə də alim idi. Yəni, zat-ı sifətidir. Biz nə vaxt bilirik? Məsələn, mən deyək ki, qarşımda bir şey görürəm, müəyyən bir şey, kitabı. İndiyə qədər kitab görməmişəm, buna elmin var. Xeyr. Nə vaxt elmi tapacağam? Kitabı görəndən sonra. Elm sonra mənə əlavə olunur. Amma Allah Təbarək və Teala da belə deyil ki, sonradan ona əlavə olunsun. İmam əleyhissalam buyurur ki, İmam Sadiq əleyhissalam, Allah zatı və ilmi zatuhu onun zatıdır. Və la məlumə və heç bir məlum da yox idi. Və la qudrətu zaduhu, qudrət onun zatıdır. Və la məqdura, heç bir üzərində tətbiq olunan, deyək bir şey olmasa da belə, qudrət tətbiq olunan bir şey olmasa da belə. Məsələn, bu olur mənim məqdurum. Yəni, mən oluram qadir, bu olur məqdur. Yəni, mənim qüdrətimin çərçivəsində də əhatəm var buna. Belə deyil ki, gərək bir məqdur olsun, bir şey olsun, sonra Allah Teala qadir olsun. Xeyr, qüdrət Allah Təbarək və Teala'nın zati sifətidir. Zatına qayıdır. Və digər hədisdəki İmam əleyhissalam buyurur və kəmalul ixlasi ləh nəfyü sifatı ənh. İxlasın kamilliyi Allah Təbarək və Teala'dan sifətləri nəfi etməkdir, kənara qoymaqdır. Yəni, bəziləri bunu elə başa düşürlər ki, yəni heç bir sifəti Allaha nisbət verməyək. Tətil ki, bu barədə danışmışdır. Xeyr, İmam əleyhissalam bunu demək istəmir. İmam əleyhissalam demək istəyir ki, biz əgər bu sifətləri Allah Təbarək və Teala'ya nisbət vermək istəyiriksə, bu sifətləri nisbət verəndə bir məsələyə diqqət eləməliyik. O vaxt kamil olar bizim ixlasımız, bu sifətləri Allah Təbarək və Teala'ya nisbət verəndə, deyək ki, bu sifətlər insana nisbət verilən kimi deyil. Naqisliklərlə birgə, nöqsanlarla birgə deyil. Əgər İmam əleyhissalam məqsədi bu olsaydı ki, xeyr, Allaha sifət nisbət vermək olmaz, nə qədər digər xütbələrdə İmam əleyhissalam özü işarə edir ki, Allahın sifətləri var, filan sifəti səmidir, bəsirdir, filandır. Məqsədi deməli o deyil ki, biz Allaha sifəti nisbət verməyək. Bəs nəfi sifatı ənh nə deməkdir? Allah Təbarək və Teala'dan sifətləri nəfi etməyin mənası nədir? Mənası budur ki, yəni biz bu sifətləri Allah Təbarək və Teala'ya nisbət verəndə diqqətli olmalıyıq. Mümkün varlıqlara nisbət verdiyimiz kimi verməli deyilik. Mümkün varlıqlarda naqisliklər var, sonradan əlavə olmaq var və həmçinin məhdudiyyətlər var. Bu məhdudiyyətləri sil, bu naqislikləri sil, daha sonra bu qüdrəti ver, nisbət ver Allaha. Bu elmi nisbət ver Allaha. İmam əleyhissalamın məqsədi budur. Və bəzilərinə görə hətta qul huvallahu əhəd məsələsi də bu, yəni sifətdə tövhid məsələsinə işarə edir. Bu filosofların dediyidir.
dediyi məsələdir. Burada bir dənə məsələ qaldı. Bununla da filosofların dediyini bitiririk. Əlbəttə, bir dənə də sonda qalacaq. O da budur ki, bəzilərinə görə tövhidi, bəzi filosoflar tövhidi ayrı bir növə də ayırırlar. Ona deyərlər feili tövhid. Feili tövhid dedikdə nə nəzərdə tutulur? Əlbəttə, bunu bir əfali tövhidləri deyək, sonra keçək o bəhsə. Əfali tövhid nədir? Biz zati tövhidi dedik, zatda tövhidi dedik, sifətdə tövhidi dedik, indi istəyirik feillərdə tövhidi deyək. Feillərdə tövhidin mənası budur ki, bu aləmdə təsir edən, müstəqil təsirə malik yalnız Allah təbarək və tealadır. Allah təbarək və tealadan başqa digər varlıqlar əgər bu aləmdə təsir edirsə, Allahın izni məşiyyəti ilə həyata keçir. Allahın izni olmadan bu aləmdə Allahdan başqa heç bir varlıq təsir edə bilməz. Bu olur feildə tövhid. O feili tövhidi, bir dənə bizim feillərdə tövhidimiz var, bir dənə də feili. Onu izah etməzdən öncə bir suala cavab verək. Əgər yadınızdadırsa biz dedik, Qur'an-ı Kərim baxımından bəndəçiliyin, deyək, təkallahçılığın meyarı, ölçüsü, tövhidin ölçüsü uluhiyyətdə tövhiddir. Yəni, insan uluhiyyətdə tövhidə çatsa, biz ona deyirik təkallahçı. Bəs görəsən, filosoflara görə necədir? Yəni, onların bölgülərini götürsək, bunların hansı bir şərtdir? Yəni, bir dənə nəfər şəxs zatda tövhidi qəbul eləsə, o təkallahçıdır. Ya sifətlərdə tövhidi qəbul eləsə, o təkallahçıdır. Ya feillərdə yalnız qəbul eləsə, xeyr. Filosoflara görə təkallahçı o şəxsdir ki, bütün bu üç növ tövhidi qəbul etmiş olsun. O zaman bu olar təkallahçı. Əgər bir nəfər zati tövhidi qəbul edirsə, sifətdə tövhidi qəbul edirsə, feildə tövhidi qəbul edirsə, bu şəxs təkallahçıdır. Amma birini qəbul etməsə, o şəxsə təkallahçı deməzlər. Bu da incə bir fərq idi Qur'an-ı Kərim baxımından bölgü ilə filosofların bölgüsü arasında. Amma tövhid-i feil nədir? Feilin tövhidi deyərlər ona. Bunlar nə demək istəyirlər? Qur'an-ı Kərimdə bir ayə var. Mən ayəni oxuyum, sonra izah verim, bununla da bəhsimiz yekunlasın. Bu ayə Qəmər surəsindədir. Baxın bu ayəyə Əllamə Təbatəbai gözəl izahlar verib. Digər təfsir alimləri də bu barədə maraqlı izahlar veriblər. Ayə buyurur ki, وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ Bizim əmrimiz yalnız bir dənədir. Kələmhil basar, göz qırpımı qədər, yəni gözü yumub asırsan, bir dənə küpürük vurdun, gözü yumdun, astın. Bu qədər, bu əndazə qədərindədir. Bir dənə əmrdir. Onlar deyirlər ki, bu aləm Allah Təbarək və Teala'nın yalnız bir əmri ilə idarə olunur. Bunun da adını qoyurlar feil tövhidi. İndi sual oluna bilər ki, yaxşı, bəs bunu da biz qəbul etməliyik, buna da biz etiqad bəsləməliyik, bu olmasa biz təkallahçı olmuruq, bunu başa düşmədik, buna inanmadıq, buna etiqad bəsləmədik. Xeyr, bu elə deyil. Yəni, sadəcə bir növ, necə ki biz dedik, o məhəbbətdə tövhid kamilliyi bildirir, nə bilim, qorxuda tövhid, bu da ona bənzəyir ki, yəni bu yüksək bir dərkdir. İnsan çalışmalıdır bu dərkə satsın ki, bu aləm bir dənə əmrdən idarə olunur. Allah Təbarək və Teala ki, buyurur, mən bu aləmi idarə edirəm, belə deyil ki, hər dəfə desin, ol. Məsələn, Qur'an-ı Kərimdə ki var, Allah bir şeyi iradə istəyən edəndə deyir, ol, o olur, gərək o da izah olunsun. Məqsədi bu deyil ki, Allah Teala gəlib ona desin, ol. Əslində o olu Allah Təbarək və Teala bir dəfə deyib. Yəni də o dillə də deyil, o Allahın deyilisi, məsələn, dillə desin, ol, xeyr. Bax, diqqət etsəniz, özünüz də görərsiniz ki, bəhslər çox qəlizləşir, mürəkkəbləşir və dəqiqləşir. Ona görə bu ayələr barəsində tədəbbür etmək lazımdır, düşünmək lazımdır. Biz bu bəhslərə daxil olsaq, çox uzaq düşərik məqsədimizdən. Ona görə də bu bəhslərin üzərindən keçirik. Bu barədə əgər istəsəniz, mütaliə eləsəniz, Molla Sədranın kitablarına baxa bilərsiniz. Onlar ki, geniş məlumat əldə etmək istəyirlər və Əllamə Təbatəbainin bu ayələr barəsində verdiyi izahlara baxa bilərsiniz. Bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.